Podkastımızın sonuna məxsus qısa bir sual-cavab rubrikamız olacaq. Doğru yoxsa yanlış? Görək valideynlər və ümumiyyətlə cəmiyyətdə nələr doğru bilinir, nələr yanlışdır və bunları da sizlə bir yerdə cavab verəcəyik. Maraqlıdır suallarınız. Başlayaqmı? Buyurun. Uşaqda hər öskürəkdə antibiotik vermək lazımdır. Doğru yoxsa yanlış? Əlbəttə yanlış. Soyuq su içmək uşağı xəstələndirir. Soyuq su içmək, əgər uşaq buna öyrəşməyibsə, xəstələndirəcək. Əgər əvvəldən biz bu uşağa otaq temperaturunda və ya soyuq su verib öyrəşdirmişiksə, bədən buna uyğunlaşdığı üçün xəstələnməyəcək. Uşaq çox oynayanda qidalanması daim artırılmalıdır. Doğru yoxsa yanlış? Yanlış. Hər gün çölə çıxmaq uşağın immunitetini gücləndirir. Doğru. Allergiya uşaqlarda yaşatdıqca keçə bilər. Bəli, doğrudur. Çünki elə allergiya var. Məsələn, inək südü protein allergiyası adətən 2 yaşdan sonra keçir. Süd dişlərinin çürüməsi daimi dişlərə təsir edir. Əgər məsələn süd dişlərinin çürüməsinə səbəb olan təsirlər davam edirsə, daimi dişlər də erkən çürüyəcəkdir. Qızdırma 38 dərəcə olanda dərman mütləq verilməlidir. Doğru? Yanlış. Uşağın ümumi vəziyyəti önəmlidir. Bəzən uşağın ümumi vəziyyəti imkan verirsə 38 yarımda da gözləyə bilərik. D vitamini hər gün uşağa verilməlidir. Doğru, 2 yaşda. Televizor və planşet gözləri zəiflədir. Əlbəttə doğrudur.